istəyir. Bir qadın məni görmək istəyirdi. Bəli. Bir mən onun yanına getdim, vaxtım da yox idi, amma ki o qadına elə oğlan dedi ki, anam sizi görmək istəyir, ölüncə onu görmək istəyirəm. Məsələ ondadır ki, həmin oğlan, anası ağladı, mənim simamda sizi də gördü də, siz orada yox idiniz. Ana ağladı, dedi qurban olum sənə Lalə xanıma, siz hər şeyi araşdırırsınız, nə edirsiniz, belə elə. Oğlan dedi ki, mama ağlama. Qurban olum səni ağlama. Ana durdu yemək gətirməyə. Oğlan dedi ki, mama getmə, mən özüm gətirəcəm. Belə evlat. Oğlan mənə dedi ki, əllərindən öpürəm sən, mənim anamı yaşatdın, o istəyirdi görmək istəyir. Lalə xanımı görə bilmir, səni görmək istəyirdi. Mən Samirə belə baxdım, Samir dedim, mən elə bilirdim ki, mənim oğlumdan çox anasını istəyən yoxdur. Sən demə dünyada, mənim oğlumdan da çox anasını istəyən var imiş. Bağışlama qardaş, bağışlama, qəbul eləmə. O səni burada otursurub, sən buna layiq deyilsən. Sən indi qabaqla çay gətirməyə, sən indi nəvələrindən oynamağa, nəticələrindən oynamağa layiqsən. O oğul sənə lazımdır. Sən dövlətlisən, varırsan. Azərbaycanın oğulları ən oğullarındır. Azərbaycanın qızları sənin qızlarındır.